2050-ci ildə adı səssiz pandemiya olan kütləvi ölümlərlə müşahidə olunan bir hal yaşanacaq. Bu, sadəcə olaraq mifik və yaxud da xəyali bir proqnoz deyil. Ciddi qurumların gələcək üçün nəzərdə tutduğu və gözlədiyi məsələlərdir, hansı ilə ki, indidən mübarizə başlayıb. Məsələ burasındadır ki, artıq insanların burnu axan kimi, yüngülvari hansısa bakteriya və yaxud da virusa yoluxan kimi antibiotiklərdən istifadə edirlər. Bu isə nəticədə immun sistemini o qədər zəiflədəcək ki, ən adi xəstəliklərdən belə insanlar öləcəklər. Ona görə ki, immun sistemi bu antibiotiklər vasitəsilə kifayət qədər zəifləyəcək. Bu barədə professor Öndər Ergönül Fatih Altaylı'nın verilişində danışıb. Baxaq görək, başqa nələr deyib. Professor bizi başqa nələr barədə xəbərdar edib. Sponsor Saf Hospital. 2050-ci ildə dünyada çox saylı ölümlər başlayacaq. Bu fenomenə səssiz pandemiya adı verilib. Fikri Türkiyəli jurnalist Fatih Alyatlı'nın verilişində qonaq olan professor Öndər Ergönül deyib. Yeni mutasiya edən viruslarla mübarizə aparmağımız bəs deyilmiş kimi, bir də bu immuniteti gücdən salan antibiotik problemi ilə üzləşmişik. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gələcəklə bağlı tərtib etdiyi rəsmi proqnoz siyahıda Türkiyə antibiotik istifadəsi üzrə birinci yerdədir deyə professor bildirib. Yunanistan, İtaliya, Portuqaliya, Malta növbəti yerləri tutur deyə professor qeyd edib. Öndər Ergönül deyib ki, belə getsə vəziyyət o yerə gəlib çatacaq ki, adi viral və ya bakterial xəstəlikləri müalicə edə bilməyəcək. Koronavirus pandemiyası vaxtından bəri bu qədər çox sayda antibiotik qəbul etməyin fəsadları barədə nə qədər danışsaq da sözümüzü dinləyən olmadı. 2050-ci ildə kütləvi ölümlərlə qarşılaşacağıq. Bu, riyazi hesablamalarla çox əldə olunan proqnoz nəticələridir. Professor yerli yersiz antibiotik istifadəsi məsələsini həll etməyin vacibliyini vurğulayıb. Fatih Altaylı isə bildiyim qədərilə birbaşa qəbul etməkdən ziyadə istehlak edilən ət məhsullarında heyvanlara verilən antibiotiklər də eyni dərəcədə zərərlidir deyib. Professor Öndər Ergönül bu fikri təsdiqləyib.